heykəlini qurmuşam da özüm. Hər dəfə də bağır-bağır bağırıram ki, onlar məktəbdilər. Yəni istəmədim. Kim məsələn, kim məktəbdir? Belə xanəndələr var ki, onlar doğrudan canlı məktəbdilər. Məsələn, deyilən Tacir Şahmaloğlu. Öz məktəbi var, öz yolu var. Bəli, bəli. Tacir müəllim canlı məktəbdir, yəni canlı əfsanədir. Elə Bayat Şiraz muğamını onun yəni ki, ifası ilə düşdü tarixə. Və onu da söylədi ki, Tacir müəllim salamlayıram ekran vasitəsilə ki, mən sənətin şahıyam. İndi hərə öz sənətinin şahıdır. Əlbəttə o da Bayat Şirazın demək olar ki, şahlarından biridir də. Yəni ki, o da aparıb da aparıcı qüvvədir. Aparıb kiməsə çatdırıb da. Şahıdır yoxsa biridir? Şahlarından biridir. Hərə öz sənətinin. Başqa kim var? O qədər xanəndələrimiz var ki, Seyid Şuşunskidən, Xan Şuşunskidən bu yana o qədər Ağaxan müəllim dünyada yoxdur. Düz demirəm, Nüşabə xanım. Bugünkü gündə bizim sənətkarlarımız, Alim Qasımov kimi bizim Niyamətli müəllim canlı əfsanə həm xanəndədir, həm bəstəkardır, həm ifaçıdır, həm image make geyiminə baxın. Belə geyim kim geyinir ki indiyənə qədər? Əvvəl günə bunu yaradıb. Kimsə götürüb Niyamətli müəllim. Amma Niyamətli müəllimdən yoxdur. Bugünkü bu dəqiqə mahnısı gəldi. Roku da ilk dəfə Niyamətli müəllim estradaya gətirib. Və bilirsiniz necə? Papaq mövzusu bu yaxında qonşu bir kanalda dedilər, Elza xanım gələndə papaq qoyun. Mövzumuz papaqdır. Mən də papaq nə qoya bilərəm ki? Qoymuşam orada kosmonavt papağı. İndi bəzi ona Kosmonavt papağı nə gəlir? Biri